الحمد لله الذي أنزل القرآن هدى ونورا وموعظة وشفاء لما في الصدور، وجعله هيئة للقلوب ونورا للأبصار وهداية للمتقين. نحمده سبحانه حمدا كثيرا طيبا مباركا فيه، ونسأله أن يجعل القرآن ربيع قلوبنا ونور صدورنا وهجة لنا لا علينا. وأشهد أن لا إله إلا الله وحده لا شريك له، وأشهد أن محمدًا عبده ورسوله، بلغ الرسالة وأدى الأمانة ونصح الأمة وتركنا على محجة البيضاء ليلها كنهارها لا يزيغ عنها إلا هالك، صلى الله وسلم وبارك عليه وعلى آله وأصحابه ومن سار على نهجهم واقتفى أثرهم إلى يوم الدين. أما بعد، فأوصيكم بتقوى الله، فإن تقوى الله خير زاد ليوم المعاد. Əziz değerli Müslümanlar, əziz qardaşlar, ilk növbədə Allah'tan qorxmağı tövsiyə edirəm. Çünki təqva ən xeyirli azüqədir, xüsusən də qayıdış günü üçün. Və sonra bir sual vermək istəyirəm. Nəfsimə, sonra sizə. Və ola bilsin, ağır bir sualdır, acılı bir sualdır. Lakin qəlbi olan üçün, qulaq asıb, eşidib, şahid olan üçün ibrət var. Və sual budur ki, Quran evlərimizdə hardadır? Allahın kəlamı evlərimizdə hardadır? Demirəm kitabın özü, demirəm mushaf, Quran kitabı. Çünki mushaf, Quran kitabı mövcuddur. Hər bir həcmdə, böyüyü də var, kiçiyi də var. Və ola bilsin, hər birimizin telefonunda tətbiqi də var. Evlərimizin bəzilərinin divarlarını da bəziyir. Lakin sual, Quran kitabı harda deyil. Sual odur ki, Quranın qəlbimizdə yeri hanı? Dilimizdə, əxlaqımızda Quran hardadır? Evlərimizdə hardadır? Övladlarımızın tərbiyəsində, ixtilaf etdikdə, alışverişdə, qəzəbləndikdə, insanlar görməyib, tənha qaldığımızda Quran hardadır? Ola bilsin ki, kitab özü var evimizdə, lakin ev ondan uzaqdır. Ola bilsin, mushaf yaxındır bizə, əlimiz çatır, lakin onda olan əmirlər maraqlarımızın ən son pilləsindədir. Bəzən silirik də üz qabığının tozunu, lakin qəlbimizdəki qəflət tozunu silməyi unuduruq. Qorxuruq mushafın, Quranın yerə düşməsinə, çünki haqdır. Allahın kəlamıdır, əzəmətləşdirməliyik. Lakin qorxmuruq oradakı əmirlərin həyatımızdan düşməsinə. Ona görə də müsibət o deyil ki, evdə Quran kitabı olmasın və ev Quran kitabından boş olsun. Müsibət odur ki, evlərimiz doludur o kitabla. Lakin həyatımız Qurandan boşdur. Müsibət odur ki, yaxındır bizə, əlimizin altındadır, qəlbimizdən uzaqdır. Lakin telefon yaxındır bizə, Quran da var içində, amma əxlaqımıza təsir eləmir. Eşidirik, əzalarımız hərəkətə gəlmir. Və qalə Rasulü, ya Rab, İnnə qavm ittəxadu hədəl Qur'anə məhcura. Allahın elçisi dedi ki, ey Rəbbim, həqiqətən qövmüm bu Quranı tərk edib. Düşünün bu ayəni, bu kəlmələri. Demədi, Quran yoxdur qövmümdə. Quran var, lakin tərk edib.
Və fərq böyükdür Quranın mövcud olmağı ilə Quranın tərk olunması arasında. Və Quranın tərk olunması o demək deyil ki, o kitab səndən uzaqda olsun və ya görmədiyin bir yerdə olsun, yox. Quranın tərki odur ki, günlər keçir, açmırsan Allahın kitabını. Quranın tərki odur ki, oxuyursan, düşünmürsən, düşündürmür səni. Tərki odur ki, bilirsən, orada olan əmirləri yerinə yetirmirsən, əməl etmirsən. Tərki odur ki, axtarırsan insanların hökmünü, istəklərini, lakin soruşmursan Allah Taala nə deyib bu haqda. Tərki odur ki, övladlar evdə hər bir səsi eşidir. Və demək olar ki, ata-analarının Quran oxuduğunu eşitmir. Ona görə bax, bəzi evlərə neçə saat ev əhli orada bəşər sözü eşidir. Lakin neçə dəqiqə bəşərin Rəbbinin sözü eşidilir orada. Neçə səs hər gün daxil olur evimizə. Xəbər, video, məktublar, yazışma, danışıq, gülüş, mübahisə. Lakin Qurana gələndə deyirik ki, vaxt yoxdur. Vaxt azdır. Qurana gələndə yorulmuşuq. Qurana gələndə yatırıq. Yuxumuz gəlir. Lakin telefon əlimizdə saatları əvəz edir. Heç hiss etmirik də. Məgər bu qəlbin xəstəliyinin əlaməti deyil. Əgər insan qorxmamalıdır ki, qəlbi azıb artıq, əgər onlar Quran haqda düşünmürlər, yoxsa ki, onun üzərində qıfıl var, yəni qəlblərinin üzərində qıfılları var. Demədi Quranı eşitmirlər. Dedi ki, Quran haqda düşünmürlər. Quran nazil olmayıb, təkcə gözəl səsə çevrilsin. Nazil olmayıb, münasibətlərdə oxunsun. Nazil olmayıb, divarlardan asılsın. Nazil olmayıb, müsibət vaxtı açılsın. Sonra bağlanıb bir küncə atılsın. Quran nazil olub həyatımızı hidayət etsin. Yönətsin. Göstərsin necə yaşayaq. İnnə hədəl Quran yəhdi lilləti hiyə əqvam. Bu Quran həqiqətən ən doğru olana yönəldir. Ən doğru olana hidayət edir. Hidayət edir ibadətimizi. Göstərir necə ibadət edək. Göstərir bizə necə əxlaqlı olaq. Göstərir evimizdə necə rəftar eləməliyik. Öyrədir ərə necə həyat yoldaşı ilə müamilə eləsin. Öyrədir qadına necə ərinə qarşı müamilə eləməlidir. Öyrədir atanı necə övladlarına tərbiyə versin. Öyrədir övladları necə valideynlərinə yaxşı davransınlar. Taciri öyrədir ticarətini. Varlıya öyrədir necə idarə etsin malını. Kasıbı öyrədir necə səbr etsin. Öyrədir sənə necə davranmalısan insanlar arasında. Və göstərir sənə necə olmalısan. Qapılar bağlanıb, Rəbbinlə baş-başa qaldığında, heç kəsin səni görmədiyində necə olmalısan. Ona görə həqiqət var bir. Əzəmətli bir həqiqət, hansı ki, hamımız onu başa düşməyə möhtacıq. Məqsəd o kitabın evlərimizdə olmağı deyil. O kitabın evlərimizdə daxil olmağı deyil, bəlkə də evlərimizdədir. Uzun zamandan bəri. Lakin tələb olunan odur ki, o Quran həyatımızda olmalıdır. Və böyük fərq var. O kitabın evdə olması ilə, o kitabla yaşamaqla, bu ikisi arasında böyük fərq var. O ev ki, Quranla yaşayır, xoşbəxtdir o ev. O ev ki, Quranla yaşayır, o demək deyil ki, orada çətinliklər, problemlər yoxdur, yox, var. Lakin Quranla yaşayırsa, o çətinliklərdə o evin əhli Qurana qayıdır. Quranla yaşanan ev, o ev deyil ki, onun əhli xəta etməsin. Əksinə xəta etdiklərində Quran onlara xatırladır, tövbə edirlər, qayıdırlar. Quranla yaşanan ev, o demək deyil ki, orada qəzəb yoxdur. Əhli qəzəblənmir. Lakin qəzəblənəndə
Allah'ın hədlərində dayanırlar. Və Quranla yaşanan o ev deyil ki, o ev bərbəzə ilə, əşya ilə dolu olmalıdır. Əksinə o ev hidayətlə dolu olmalıdır. Ona görə Peyğəmbər sallallahu aleyhi və səlləm çəkindirib bizi, evlərimizi Allahın zikrindən, itayətdən boş saxlamağa, boş bir məkana çevirməyə deyib ki, لا تجعلوا بيوتكم قبورا لا تجعلوا بيوتكم مقابر. Evlərinizi qəbirstanlığa çevirməyin. İnneşşeytana yenfiru min beytillezî tuqra'u fihi suratul Bəqara. Şeytan, həqiqətən şeytan Bəqərə surəsi oxunan evdən qaçar. Fikir verin, dedi ki, evlərinizi qəbirstanlığa çevirməyin. Ola bilsin ev yaşam olsun evdə. Gedilsin, gəlilsin, yeyəsən, içəsən, danışasan, lakin o evdə itayət öldüyü üçün, Allah'ın zikri unutulduğu üçün, yox olduğu üçün qəbirstanlığa bənzəyir. Deyir ki, sallallahu aleyhi və səlləm, Məsəlul beytüllezî yuzkerullâhe fîh vel beytüllezî la yuzkerullâhu fîh. Allah zikr olunan ev ve Allah zikr olunmayan evin misalı Məsəlul hayyi vel meyyit. Ölü ve dirinin veya diri ve ölünün misalı kimidir? Allahu Ekber. Diri ev, ölü ev ve fark işte mesafenin veya mesafenin böyüklüğünde değil, evin böyüklüğünde, kişiliğinde değil, kıymetinde, değerinde değil, orada olan eşyalarda değil, evin güzelliğinde değil, aksine fark. Orada Allah zikr olunur, yoksa yok. Ona göre olabilir, daxil olasan bir eve, kiçik bir daxma olsun, təvəzzükar, lakin Quran eşidəsən, namaz görəsən, həya görəsən, rəhmət, mərhəmət görəsən, sakinlik, rahatlıq hiss edəsən, bu ev yaşayan evdir. Və elə ev var ki, daxil olarsan, genişdir, gözəldir, dünya əşyası, bərbəzəyi olduqca çoxdur, lakin namaz tərk olunub, Quran tərk olunub, qəlblər pərən-pərəndir, ayrıdır bir-birindən, hər kəs öz ekranında yaşayır. Bu ev necə diri ola bilər? Necə həyat ola bilər o evdə? Və ən əzəmətli müsibət də odur ki, bu evlərin övladları, müsəlman evlərinin övladları, qoy digərlərini kənara, bu havada yaşayır. Dünyadan hər şeyi bilir, Allah'ın kitabını tanımır. Uşaq bilir necə idarə etsin, telefonu, cihazı, tətbiqləri bilir, çox şey əzbərləyib ondan. Lakin Allah'ın kitabından heç nə bilmir. Bilmir ne üçün Allah Teala namazı əmr edib, bilmir necə valideynə qarşı qayğı göstərməlidir, bilmir hansı əxlaqda olmalıdır, biz öyrətməyəcəksə, kim öyrədəcək olaraq? Ona görə atalar, analar, övladlar sizdən ehtiyacları təkcə yemək, içmək, libas deyil, əksinə ehtiyac duyurlar ki, onları Allah Teala'ya yönəldəsiz. Və nə gözəldir övlad, uşaq, görür ki, atasının əlində kitab var, Allah'ın kitabı, Allah'ın kəlamı, oxuyur onu, eşidir valideynlərindən o kəlamı və bil ki, övladlar öyrənir, görərək, necə ki, eşidərək öyrənir. Ona görə əlində sənin daima telefon görəndə ona bağlanır. Quran görsə onun dəyərini bilər, ona sarlar. Və sonra başqa bir əzəmətli sual. Quranı oxuyuruq. Nəticəsi, təsiri hanı? Necə təsir edib bizə? Oxuyuruq, Rəbbimiz deyir ki, insanlara gözəl söz söylə. Sonra dilimizlə onlara əziyyət ediriksə. Oxuyuruqsa ki, valideynlərə qarşı yaxşı davranın. Sonra onların üzünə ağ oluruqsa. Biliriksə ki, Allah Teala bizi görür, eşidir, nəzarətindəyik. Sonra haramları pozuruqsa, Quranın nəticəsi hanı bizdə? Və məqsəd heç də təkcə Quranı xətm etmək deyil. Məqsəd, Quran bizdə nəyi dəyişib? Hansı günahı tərk etmişik? Hansı əxlaqı islah etmişik? Qəlbin hansı sərtliyini, kobudluğunu aradan qaldırmışıq?
Ona görə Quranla əlaqəvi mövsümü etmə. Ramazanda oxuyub sonra tərk eləmə. Çətin vaxtı açıb, Allah Teala sənə çıxış yolu göstərəndən sonra bağlayıb bir kənara atma. Quran təcili yardım kitabı deyil. Nə də fövqəladə hallar üçün deyil. Quran qəlbin həyatıdır. Möhtacsan ona, yaxşı halında da, sıxıntında da, cavanlığında da, qocalığında da, hətta Allahla qarşılaşana qədər. Ona görə başda bu gündən Quran üçün vaxt ayır, bəlli bir vaxt, az da olsa, oxu düşünərək, fikirləşərək, başa düşməyə çalışaraq, ailəni, övladlarını cəm et, ondan nəyəsə qoy payları olsun Qurandan. Qoy övladların görsün ki, Quran bu evdə zinət üçün deyil, rəfləri bəzəmək üçün deyil, rəflərdə yüksək mərtəbədə olmaq üçün deyil. Və məqsədin də oxuyanda surənin sonuna çatmaq olmasın. Məqsəd odur ki, oxuduqların qəlbivə girsin. Məqsədin çox xətm etmək, bitirmək olmasın. Məqsədin həyatında Quranın izini görəsən, nəticəsini görəsən və bir gün gələcək çıxacaqsan, o evdən qayıtmayacaqsan, lakin o kitab orada olacaq hələ də. O kitab qalacaq orada, lakin o ev sahibi artıq səfər edib orada olmayacaq. Ona görə fürsət varkən dəyərləndirin, istifadə edin. Allahım, bu əzəmətli kitabı, kəlamı qəlbimizin bahar et, qəlbimizin nur et, kədərimizin, qəmmizin getməsinin səbəbi et. Ondan nədə cahil isə bizə onu öyrət. Nəyi unutmuşuqsa bizə xatırlat. Allahım, İslamı, müsəlmanları izzətli et. Harada zəif müsəlmanlar varsa onlara kömək ol. Allahım, ölkəmizi xətadan, bəladan qoru və digər müsəlman ölkələrində həmçinin ölkə başçımızı qoru. Onu xeyir işlərə sövq et. Ətrafında ona xeyirdə dəstək olan insanları cəm et. Şər, məkirli, xain insanları ondan uzaq et. Əqulu mə təsmə'un və əstəğfirullaha li və ləkum və lisəiril muslimin min kulli dəm fəstəğfiruhu innəhu vəl-ğafurur rahim. Lillahi rabbil ələmin və salatu və salamu alə əşrafil ənbiyyə vəl-mursəlin nəbiyyə Muhammedin və alə alihi və sahbihi və səlləmə təslimən kəthira. İbadallah, innallaha ya'muru bil adli vəl ihsani və itə'i zil qurbə və yənhə anil fəhşai vəl munkari vəl bəği ya'idukum la'allakum tezekkerun.